Bir yarımdan artıqdır ki, Qusarın Urva kəndində torpaq sürüşməsi hadisəsi baş verir və artıq əhali həyəcan təbili çalır. Çünki vəziyyət o həddədir ki, gördüyünüz kimi evin bir hissəsi artıq bu dərəyə uçub, digər hissəsinin isə belə deyək, yaşayış binası ilə sürüşmə zonası arasındakı məsafə təxminən 1 metrdən də azdır. Bu isə əlbəttə ki, burada yaşamaq üçün çox təhlükəlidir. O kadar düşende o ise aşağıda İtalya'ya o. Gülmək yox, gülmür, niyə gülür? Bilen mark bunu. Ayrılır. Şimdi patronda bu hoca yavaş ayrıldı. Dayanmıyor, günde gider o. Hoca 8 metreden ne 8 metreye 12 metre yakın. 10 metreden aşağı. Bu hoca ikinci evi de düşün. Birinci ev dağıldı. Yine çatlak gitti. Bu hoca ikinci ev dağıldı. Bir otağa kaldı bu. Şimdi. Dayanmıyor. Hala korktan gezebilmiyor. Köməkli zad eləyirlər. Yok. Hala baka gitti. Kim gəlib baxıb? Hala çekenler. Şimdi hiç bakmıyor, hiç biri de gelmiyor. Hiç gelmiyor. Hiç vapşe yer, bu yayda hiç gelmiyor. Öse diyor. Ne bileyim. Siz nə deyə bilərsiniz? Ben ne bileyim. Ne diyeyim. Biz de komşular şahidik, burada işleyirik. Böyle günde gelip bakılır da geliyor. Dayanmıyor öyle. Yəni gecələr evlərdə gecələyirsiniz. Ha, dum levale. Bəs təhlükəli deyil, bu qorxursunuz. Elbette ki tehlikeli dur. Biz yetebilir. Biz güzel yoka gider. Gitmiyor. O. Uşaklar hele bura gidende korkudan ölür. Bilərsiniz bu sürüşmə ilə bağlı. Sürüşmeyle korkudu da bak da. İki ev biz dağıtmışıq korkudan. Bir evde kalan, biz bir evde yaşayırıq. Gece gündüz yata bilmirik, otura bilmirik. Neyək biz? Heç şey eləmir bizə. Gəl, bəs maraqlanan yoxdur? Yoxdur, can oğul, yoxdur. Heç gələn də yoxdur, tapan da yoxdur, baxan da yoxdur. Televizorda biz işitirik ki, binaları göstərir, acaq pulu verib, heç nə verməyib bizə. Şahid uşağı üçün 2 sot yer verib mən üçün. 2 sot. Mən üzüm tikmişəm. O balaca uşaqlar var deyə. Hələ bir ev tikib çıxartmışam, hələ orada 2 evdə, bir binada da 2 ev, 2 otaqlı. Evizə nə kimi ziyan dəyib? Bu zələ ziyandır da, bu ziyan deyilmi bala bəs? İndi üstdən gəlir. Evin yarısı gedib sizdə artıq, bəli? De ki 2 otaq dağıdıb da biz. Hələ o yandan gəlib bax da çək də, buradan çəkə bilmirsiniz. Gəl. Gelmiyor da bakmıyor. Ziraatın sözü. Şakamı kalkacak. Sürüşmə ilə Ne bağlı. diyebilirim görmürsen göz qabağındadır. Bu diye yıkılıp, dağılıp, sökülüp 2 evin bir tarafı sökülüp bir tarafında yaşayırıq. Bakan yok, gelen yok, giden yok. Hiçbir imkanımız da yoktu ki hara gidik. İcraya gidik bakmırlar, oraya gidik Bəs bakmırlar. evdə yaşamaq qorxulu deyil. Elbette korkuldu. Biz balaca uşaqlarla yatırıq bəyəm geceler. Gecələ paltarlı yatırıq, səhər ki birdən tərpənsə gidik uşaqları götürüb qaçaq. Harda? Çatlar təzə əmələ gəlib. Evvel bakanda burada 1-2 milimetre var idi. Aha. Şimdi bak 2 santimetre bu taraf. O çekir aşağı. İçeriden yarık da hamısı. Gedir. Yukarı yerde kalır. Çünkü o taraf onu çekip o tarafa çeker. Bu tarafı ise bu tarafa çeker. Neçə dəfələrlə adamlar gelir, bakır, gedir. Sizin necə deyirlər, şəraitiniz nedir? Ne əziyyət çekirsiniz, ne qəm çekirsiniz? Soruşan yoktur. Ben indi bu saatte danışa bilmirəm. Bu kadar sahipsiz adam olar, bu kadar da bakımsız rəiyyət olar. Belə işler olamaz axır. Ben adamam, vətəndaşam. Ben Qarabağı müdafiə etməyə könüllü getmişəm. Məni adam saysın da. Orada da sürüşmə oldu. Orada da bir
Bu massiv bütöv gedib. Deməli, burada bildiyiniz kimi keçən dəfə gəlmişdi sürüşmə vaxtı. Deməli, ikinci ildə artıq bu sürüşmə davam edir. Əvvəlki vaxtlarda məsələn santimetrlərlə, yəni birinci ildə 20 santimetrə, sonra bir gün ərzində 40-50 santimetrə gedirdisə, son vaxtlar ikinci ildə 2010-cu ilin deməli martından başlanan bu sürüşmə artıq deməli 3-4 gün ərzində 5-6 metr getdi. Ondan sonra biz hər gün müşahidə edirik də baxırıq ki, vəziyyət nə yerdədir. Ondan sonra artıq deməli son vaxtlarda 10-12 metrə çatıb. İndi özünüz də gördünüz məsələn çəkdiniz oranı. Yəni bu 3 evdə sürüşmə elə bir həddə çatıb ki, artıq burada yaşamaq qeyri-mümkündür. Bayaq çəkdiyimiz 2 dənə evdə onlar 2 evi dağıdıblar. Yəni evi elə bir ki, o sürüşmə aşağı hissə evi çəkirdi özünə. Əgər onlar o evi dağıtmasaydılar, o 2 nəfər, bəli, onların evi artıq uçulmuşdu. Yəni evi dağıtdılar ki, yəni bir qədər o sürüşmədən uzaqlaşsınlar. Yəni bir köməklik eləyən falan yoxdurmu? Köməklik eləyən yoxdur. Düzdür, biz demirik ki, əlaqədar təşkilatlar tamamilə bizi biganə qoyublar. Əvvəl sürüşmə baş verən vaxtı deyiblər ki, yer də ayrılıb. 2 hektar yarım sahə ayrılıb. Deyiblər ki, bu sürüşmə zonasında olan insanlar hamısı qısa zaman ərzində köçürəcəklər. Ondan sonra 2 ildir davam edir. Son dəfə gələndə Fövqəladə Hallar Nazirinin nümayəndələri dedilər ki, biz axırıncı məlumatı verəcəyik ki, həqiqətən də burada çox təhlükəlidir, insanlar yaşaması üçün yaşamaq qeyri-mümkündür. Və biz dedi, Nazirlər Kabinetinə müraciət edəcəyik ki, qısa zaman ərzində tədbir görsünlər. Və bizi də əmin etdilər ki, 2 həftə ərzində maliyyə məsələsinə baxılacaq və evlərin tikintisi də başlanılacaq. Hal-hazırda evlərdə gecələyirsiniz? Bəli, evlərdə gecələyirik. Bəs harada gecələyək? Bir müddət çıxdıq biz. O yağışlar olan vaxtı məcburi çıxartdılar bizi ki, yer verdilər. Bəziləri qohumun evində qaldıq biz şəxsən. Amma sonra təzədən öz evimizə qayıtdıq. Başqa yerdə nə qədər qalmaq olar? Dağırıyor ki. Amma deyir sizə. Yox idi də, əvvəl yox idi bu. Buradan da gedir çatlar ocağı. Artıq binaya yaxınlaşır yavaş-yavaş. Biri var ki, bir balaca ərazi geçsin,